Salam əleykum əziz babanlar. Hər birinizi Qusardan salamlayırıq. Bu bağın tingini göz şəklində gizelalarını biz vermişdik. Və Qusara yolum düşdü və bu bağa da bir baxmaq istədim. Yoldaşdan sağ olsun icazə aldıq, dedik bir əraziyə baxacaq. Hə, buyurun. Deməli, nə edəcəkdim? Yaxşı, maşallah, həqiqətən. Bax, gözlərimizi çəkək. İnkişaf istədiyimiz kimi. Yəni, həqiqətən adam işinə profesional yaxınlaşır. Allah xeyrin, bərəkətin versin. Yəni, belə insanla işləyəndə adamın özünə xoş olur həqiqətən və bütün dediyi nüanslara yaxınlaşmaya çalışırsan ki, bütün məsələlərdə açığı. Çünki yəni insan konkret iş görür və biz tək bu bağ deyil, başqa bağlara da bu arada ting vermişik, yəni açığı qələm vermişik. Yəni, bu yoldaşla hər hansı bir məsələdə nəsə narazıçılığımız olmur. Əkim filan hamını özləri aparıblar. Buranın təmizlənməsinə də elə bizim Bibigilin bir qadası baxmışdı, sağ olsun, bizim tingçilikdə əkim aparan yoldaşlar. Keçən bax gəlib bütün bu biclərini filan təmizləyiblər. Məsafə saxlayıblar. Bir qarış gördüyünüz kimi ki, bu böyüyəndən sonra lazım olsa bağlayarıq. Sonra təmiz sıfırlayacaqlar vaxtı gələndə. Nətər lazımdır, iş görülüb. Təmizlik işləri filan hər bir şey öz qaydasında. Yəni, buna həqiqətən demək olar ki, iş görülür. Xeyirli olsun, bərəkətli olsun. Bir-iki cərgəni ara-ara gəzdim. Qaydasındadır. Belə bir yeri görəndə həqiqətən adamın özünə xoş olur ki, insan profesional işinə yaxınlaşıb profesional iş görür həqiqətən. Ona görə sual verilir ki, niyə az satış olunmur? Çünki açığı onu konkret görürəm ki, tingçilər az satışı ona görə eləmir ki, yəni həmin adam aparıb işinə düzgün yanaşma eləmir. Amma bu qardaş işinə maşallah çox gözəl yanaşıb. Allah xeyrin, bərəkətin versin. Və o gün olsun, biz gələk burada gözəl meyvə çəkimlərini eləyək, tonajlarını eləyək. Bu cərgəyə baxaq. İki dənə şılan qatılıb qaydasında. Bax, bunda nəsə məsələ olub. Dəqib düşüb, nəsə olub. Bu cırıdır. Cırı qopartacağım ki, çünki buna güc versin. Amma ayılacaq. Bu calaq olunan yeri deyil, amma bu tərəf. Ayılacaq, heç bir problem olmadı. Nəsə dəqib düşüb. Ümumilikdə vəziyyət yaxşıdır. Xeyirlərə vəsilə olsun inşallah. Hər kəsə uğurlar inşallah işlərində. Bu qardaşa da bol uğur nəsib olsun inşallah hamımıza. Biz də önümüzdəki günlərdə bir xarici səfərimiz olacaq. Çox gözəl məlumatlarla, çox gözəl videolarla, çox gözəl insanlarla qarşınıza çıxacaq inşallah.